Salam, hər vaxtınız xeyir olsun. Bugün yeni PDF'imiz olan 25 vacib hesab əməli ikinci şans üçün bu PDF'in izahını veririk. Olduqca vacib bir PDF'dir. Diqqətlə qulaq asın. İkinci imtahanda buradakı olan suallar olmasa da, sırf eyniyyət təşkil eləməsə də, model olaraq eyni suallar düşə bilər. Baxaq. Birinci sualımız video həcmini hesablamaqla bağlıdır. Həcm belə deyək də, video həcmdə belə idi düstur. En vurulsun uzun, vurulsun reaksiyalarına, vurulsun kadra, vurulsun saniyəyə, bərabərdir həcm bitə. Bu düsturu tətbiq edəcəyik. Deməli, baxıram, en vurulsun uzun 512, yəni 2 üstündə 9, vurulsun 384-ə. 384-də belə yazıram, 2 üstə 7 vuraq 3, 128 vuraq 3, 384 edir. Vurulsun 8 kadra, yəni 2 üstündə 3-ə, 16 saniyəyə vurulsun 2 üstündə 4-ə, bərabər olsun həcmi 6 megabayta. Amma bizdə nə demişdik? Düstur bitməndir. Bizdən reaksiyalarını soruşur. Burada reaksiyaların yenə də bir dənə x deyək. Vuraq x-ə. İndi 6 megabaytdır. Biz bunu bitə gətirmək üçün bilirik ki, megabaytdan bitə gəlmək üçün 2 üstündə 23-ə vurmaq lazımdır. Vuraq 2 üstündə 23-ə. 2 üstündə 9, 2 üstündə 7. 2 üstü 19, bu 3-ünün cəmi, yəni 10. 2 üstü 19, 4 də bu, 2 üstündə 23. Elə bax, bu 2 üstü 23. İxtisar getsə 223-lə, burada qalacaq 3 vurulsun x-ə, yəni 3x bərabərdir 6-ya, x də bərabərdir 2. 2-ni tapmışıq. Amma bir dənə diqqətli olun, gedib cavabı 2 olaraq götürməyin. Çünki bizdən deyir, reaksiyalarından rəngini soruşur, yəni ümumi reaksiyalarını soruşur. Hər bir pikselin rəngini soruşmur. Onda biz bu aldığımız qiyməti 2 üstündə 2 şəklinə verərik, aparıb 4 yazarıq, cavabımız olacaq 4. Ekran 1024 vurulsun 256 rejimində 8 kadr sürətindədir. Saniyə verilib, reaksiyalar verilib. Eyni sualdır. Deməli, yeni qayda 2 üstündə 10 vurulsun 256, 2 üstündə 8 vurulsun 8-ə, 2 üstündə 3-ə, 16 saniyə 2 üstündə 4-ə. Reaksiyalarında da demişdik ki, verilən rəqəmi biz üstünü götürürük. Yəni 2 üstündə 6 verib 6-nı götürürük. Bərabərdir həcm bitə. Amma burada bu dəfə əksinə megabaytla istəyir. Onda biz bunu bölərik 2 üstündə 23-ə. Hesablayaq, kitablayaq, görək nədir. 2 üstündə 18, 2 üstündə 21, 2 üstündə 25. Bu 2 üstündə 25 ilə 23 ixtisar yesə 2 üstündə 2 qalacaq burada. Yəni 4, 2 üstü 2, 4 edir. 6-ya da bunu da 24. Tapdıq ki, 24 megabayt burada həcm var. Üçüncü sual. Bu sualın yazılışında biraz orfoqrafik səhv var. Belə olmalıydı. 16 üstündə 9, 2 üstündə 31, 8 üstündə 8. Kopyalayan zaman səhv düşüb. Bunların həcmi istəyir gigabaytla. 3 terabayt gigabayta çevirsək, əvvəlcə yaxşı olar ki, mən bura ölçü baytlarını bir qırağa yazım. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Yadımıza bir düşsün. Terabaytdan geri qayıtsaq, geri böyükdən gələcək. Ona görə 3-ü vurmalıyıq 1024-ə, 3072-ni almalıyıq. Yazdıq bura bir yerə 3072. Üstə gəlsin. Ona görə A-nı bəri başdan çıxaq, çünki 3072 eləyir. Üstə gəlsin 16 üstündə 9. 16-nın 2 üstü 4 verərəm. Üstündə 9 var. 4-də 9-a vuraram, 2 üstündə 36 eləyər. 2 üstündə 36-da bitdən də gəlmək üçün 2 üstündə 33-ə bölərəm. 2 üstündə 33-ə bölsəm 2 üstündə 3, 8. Üstə gəlsin 8. 2 üstündə 31 bayt. 2 üstündə 31-i bölərəm. Aradakı fərqə. 2 üstü 10, 2 üstü 10, 2 üstü 10, 2 üstü 30-a. 2 üstü 30-a bölsəm 2 üstü 1 qalır, yəni 2. Üstə gəlsin 2. Üstə gəlsin 8 üstü 8 kilobayt. 8-i necə verərəm? 2 üstündə 3, üstə də 8 var, 2 üstündə 24-dür. Yəni 2 üstündə 24-ü də bölərəm aradakı fərqə. Kilobaytdan 2 üstü 10, 2 üstü 10. 2 üstü 20-yə bölsəm, 2 üstü 4 eləyər, o da 16 eləyər. Üstə gəlsin 16. Üstə gəlsin 3072 megabaytdan da gigabayta gələndə 1024-ə bölərəm. Yəni burada düşər 3. Toplasaq 3080, 3082, ümumilikdə 3101. Cavab alacaq C. Dördüncü sual. Tələbələr haqqında hazırlanmış məlumat cədvəlində hər tələbə haqqında məlumat 2048 simvoldur. Yəni, bir tələbə haqqında 2048 byte var deməkdir. Simvol sözünü harada görsək, byte ölçüsü yadımıza düşür. 4096 tələbə haqqında bəs, onu bilmirik. Ona deyəcək 4096 tələbə haqqında isə x qədər məlumat var. Oradan da x bərabərdir. 2048, 2 üstündə 11 vurulsun. 2 üstündə 12-yə. Yəni, x bərabər 2 üstündə 23 qədər biz tapdıq ki, burada byte var. Amma diqqət eləsək, bizdən megabayt istəyir. Yəni, 2 üstündə 23-ü bölərik 2 üstündə 20-yə. Byte ilə megabayt arası 220-dir deyə 20-yə böldük. Burada qalacaq 2 üstündə 3, o da bərabərdir 8-ə. Deməli, biz tapdıq 8 megabayt. Amma Unicode-la 8 megabayt almışıq.
Yəni Unicode standartındadır. Onun biz həcmi tapmaq istəsək, yəni 8 bölünsün 2 bərabərdir 4. Bax biz baxırıq ki, Unicode-da 4 tapdıq. Düzdür? Daha doğrusu üzr istəyirəm. Ümumi həcmimizi tapışıq 8. Apar buradakı 2-yə bölürük. 8-i 2-yə böləndə 4 MB tapırıq. Unicode deyir deyə təzədən bunu qaytarıb bir də vururuq 2-yə. Onda olur 8-in elə özü. Cavab olacaq D variantı. 128 simvollu əlifba ilə yığılmış kitabın həcmi 50 kilobaytdır, 56 kilobaytdır. Simvollu əlifba düsturu belə idi. N vurulsun simvola bərabərdir həcm bitə. Düsturu hesablayaq. 120 simvollu əlifba sözündə rəqəmi 2 üstünə qüvvə şəklində verib üstünü götürürük. 7-ni, yəni 7 vurulsun x-a simvolun sayına bilmirik. Bərabərdir həcm 56 kilobayta. Deməli biz 56 kilobayt indi gətirməliyik bitə. 2 üstündə 13-ə vurmalıyıq. 2 üstünü 13-ə vursaq, 7-nin 56-nı elə bəri başına x-lar aparaq. 7-nin 56 x-lar getsə, burada 8 qalacaq. X də bərabərdir 8-də 2 üstü 3-dür. 2 üstü 3 vursun 2 üstündə 13-ə. Bu eləyəcək 2 üstündə 16. Yəni 65.536. Cavab olacaq B. Düstur nə idi? M vurulsun simvol bərabərdir həcm bit. Qəbul etmə sürəti 512 bit bölək saniyə olan modem saniyədə neçə bayt ötürə bilər? Deməli 512 bit 1 saniyədədir. 1 saniyədə neçə bayt soruşursa, elə bu biti biz keçirməliyik bayta, ən 8-ə bölməliyik. 512-ni də 8-ə böləndə düşəcək cavab 64. Cavab yəni A variantı. Onluq say sistemində verilmiş 167 ədədi kompüterin yaddaşı nə qədər yer tutar? Onluqda verilmiş ədədin yaddaşını tapmaq üçün verilən ədəd 2 dənə qüvvət arasında salırıq. 167 də 2 üstündə 7 ilə 2 üstündə 8 arasında yerləşir və biz də böyüyü götürürük. Yəni cavab olacaq 8 bit. 8 bit olmasaydı elə 1 bayt olaraq da götürsək düz olardı variantlarda. 8-ci sual. Ədədin ikilik sistemindəki birlərin cəmini tapın. Bunların hamısını toplasaq 2048 eləyər. 2048-i bölə-bölə geçsək də elə 11 dənə 1 alarıq, amma bu o qayda ilə də ola bilər. Belə də eləyə bilərsiniz. 1-i 2 üstündə 0 verərsiniz. 2-ni 2 üstündə 1 verərsiniz. 4-ü 2 üstündə 2, 8-i 2 üstündə 3, 2 üstündə 4, 2 üstündə 5, 2 üstündə 6, 2 üstündə 7, verilən rəqəmlərin hamısını 2 üstündə 8, 2 üstündə 9, bir də 2 üstündə 10. Və biz də demişdik ki, onluqda verilən ədədi ikiliyə gətirmək üçün belə bir rahat qayda var. Əsasın sayı qədəri 1 üstünün sayı qədər 0 var, düzdür? Onda mən deyərəm 2 üstü 0-da elə bir dənə 1 var. 2 üstü 1-də bir dənə 1 var. Bir sözdən əsasların sayının hamısının sayını saysaq elə biz bu yazılışdakı 1-i taparıq. 1 dənə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, burada 11 dənə 1 var. Cəmini istil ilə 11 dənə 1-in cəmi ilə 11 eləyəcək. Cavab olacaq B. Alqoritm icrasından sonra S-in qiymətini. Modifikasiya aid olan bu sualda diqqətlə baxaq. Demişdik ki, 3-cü qiymət birincidən ikinciyə gəlməyin kəmiyyətidir. Yəni mən 1-dən 5-ə 2 addımlayacağam. 1, 3, 5 qiymətlərini tapacağam. Sonra baxıram. A bərabərdir. Yuxarıdan hansı bir kəmiyyət verməyib. A bərabərdir, n vurulsun 2. N-in qiyməti tapdığımız birinci qiymətdir. Yəni, bax, birinci adımda n-in bu qiymətini yerinə qoyuruq. Modifikasiya n-ə aiddir. 1 vurulsun 2-yə bərabərdir 2. Deməli, biz A-ya nə tapdıq? 2. Düşdük aşağıya. S bərabərdir. S plus A vurulsun A-ya. A-nın qiyməti bayaq tapdıq 2-dir. 2-ni 2-yə vuranda 4 üstə gəlsin S. S-in qiyməti 0-dır. Yəni, 4 üstə gəlsin 0 bərabər 4. Bu S-in təzə qiyməti olmuş oldu. Modifikasiyadan fırlanıb yenə keçəndə bura təyin edirik. A vurulsun, A bərabərdir, n vuraq 2. N-in qiyməti 3-dür, 2-yə vuranda 6. Tapdıq bunu 6. Başa düşürük. İndi A-nın qiymətinin təzə qiyməti 6-dır. 6-ya 6-ya vuranda eləyir. Deməli, 36 üstə də 4-ü gəlsə, niyə 4 gəlir? S-in qiyməti 4-dür. 36 üstə gəlsin 4, 40. Sonra yenidən. Deməli, N-in sonuncu qiyməti olan 5 yerinə qoysaq, 5 vurulsun 2-yə 10. Aşağıda da 10 vuraq 10, yəni A vuraq A 100, üstə gəlsin 40, 140. Və salam, modifikasiya bitdi. Deməli, biz çıxışa gedə bilərik. Ən sonuncuda C-yə, S-ə nə tapdıq biz? 140. Alqoritmatik növbəti bir sualdır. A bərabərdir 1, B bərabərdir A vuraq 2. Yəni, B-nin qiyməti onda bərabər olacaq. 1 vuraq 2, 2-yə. C bərabərdir A plus B. Yəni, 1 üstə gəlir 2, bərabərdir 3-ə. C bərabərdir C vuraq A. C-yi yenicə tapdıq 3. A-nın da qiyməti tapışıq 1. 3 vuraq 1 və C-nin qiyməti 1, o 3 olaraq qalmış oldu. Növbəti. Əgər, burada A-nı təyin edirik, B vuraq C-yə. B-nin qiyməti 2-dir, C-nin qiyməti 3-dür. 2-3-ə vuranda eləyəcək 6. Deməli, biz A-nın bir qiymətini onda bilərik artıq. C-nin də qiyməti 3 olub deyə elə toxunmuruq. Keçirik. Əgər A plus C şərtin ikinci hissəsi düşməyib. Burada sualda yüngül var bir səhvlik var. A plus C nə olsa.
Bu sual qoy qalsın yoldaşlar. Çünki A plus C-ni cəmləsək tutalım ki, A-nın qiyməti 6-dır, C-nin qiyməti 3. Bu bərabər 9-a. Şartın bu hissəsini bilmirik, düşməyib deyə. Bu sualda düzəliş edib sizə yenidən göndərəcəm bu sualı. Keçək 11-ə. Yox, sual 100% səhvdir. Nəticədə 10 qiymətini alıbdır. Nəticə buradır. 10 bərabərdir x plus y. Bir adım geri qaçsaq, x-in bu qiymətini gətirib burada yerinə yazsaq, yəni 10 bərabərdir y plus 2 plus y-ə. Bu da eləyəcək 2y plus 2 bərabərdir 10. Oradan da 2y bərabərdir 8-ə, y də bərabər 4-ə. Y-i 4 tapdıq, tapdıq. 2 dənə əməliyyatı yekunlaşdırmış. Aparaq yerinə qoy. 4 bərabərdir x minus 1. Bir o tərəfə keçsə x bərabərdir 5. Deməli, x-in qiyməti nə imiş? 5 imiş. 20 səhifəlik sənəd aşağıdakı şəkildə çap olunar. 14-cü vərəqdən alt nömrəli səhifə çap olunar. Tapaq. Baxıram, kollakt et məsələsidir. Kollakt etsə 1, 2, 3, 1, 2, 3, 1, 2, 3 şəklində yazaq. Sonra baxıram ki, burada səhifələri 1-dən 2 dənə kopya çap edib. Deməli, 1, 1 çap elədik. Sonra 5-dən də 2 dənə çap edib. 5, 5 çap elədik. Sonra 10-cu səhifə gəlir. Deməli, 10, 10 çap elədik. Sonra növbə olaraq 11, 11 gəlir. Sonra 12 gələcək. Çünki 10 ilə 20 aralığı bizdə belə deyək, ardıcıldır. Deməli, 3 dənə A4, 3 dənə A4, yəni 3 dənə nömrə 6, 9 dənə nömrəmiz getdi. Biz 14-cü nömrəni tapmalıyıq, 14-cü vərəqi tapmalıyıq. Yəni, hal-hazırda 9 dənə vərəqimizi istifadə eləmişik. Sonra 12-dən sonra 13 gəlir ardıcılıqda. 2 kopya deyil. Niyə 2, 2 yazıram? Çünki kopyasının sayı 2-dir. 13, 13. Deməli, 9, 2 dənə A4 getdi, 11. Sonra gəlirik 14, 14. Neçə A4 istifadə elədik? 3, 6, 9, 12, 13, aha, 13 bizdən 14-cünü istəyir. 14-cü də ondan neçə olacaq? 15. Cavab olacaq 15. Bir dənə nəyəsə səhv elədim. Bir dənə diqqətlə qoy qayıdım, yenidən baxım. Baxıram. 1-dən 2 dənəsini çap etmişik. Sonra 5-dən 2 dənə çap etmişik, düzdür. Sonra 10-dan 2 dənə çap etmişik, 11-dən 2 dənə çap etdik. Sonra 12-ni, burada səhvi burada eləmişəm. Qoy onu düzəldim. Ona görə misal alınmadı, cavab səhv çıxdı. Niyə bilirsinizmi? 12-ni burada birini çap eləmişəm, biri burada çap olmalıdır. 12, 12. İndi 13, 13 və nəhayət 14. Bax, indi bizim 3 dənə A4 istifadə olundu. 6 dənə, 9 dənə. Dərzdən 3 dənə burada 12, 13. 14-dən də 2 dənə olmalıdır axı hər sayıya görə. Bir də buradadırsa 14. Deməli, bu son cavab olacaq 14, yəni A variantı. Gəldik 2024-cü ildə verilən egzersiz sualına. Baxaq. Deməli, A1-in qiyməti 5, B1-in qiyməti 6, C1-in qiyməti 30. İndi aşağıdakıları hesablayaq. Produkt A1 vurulsun C1-ə, bölünsün 2-yə. A1-in qiyməti var 5, C1-in qiyməti var 30. Bir-birinə vursaq 150, 2-yə də bölsək 75. Deməli, bizim B2-mizi tapdıq. C2-yi tapsaq, C2-də deyir, A1 vurulsun B1-ə, A1-in qiyməti 5-dir, 5-i vursaq B1-ə, yəni 16-ya 80 eləyəcək, 80-i də 30 çıxsaq 50 eləyəcək. Bunu da tapdıq 50. İndi bura baxaq. A1 vurulsun B1, A1-i B1-ə vursaq, yəni 5-i 16-ya vursaq 80 eləyəcək. Üstə gəlsək, C1 vurulsun 1.5, yəni 30-u da 1.5-ə vursaq, eləyəcək 45. 80-i də üstə 45 gəlsək, eləyəcək 125. Deməli, biz 3 dənə kəmiyyət tapdıq. 125, 75 və 50. Saat əqrəb istiqamətdə bu qiymətlər gələn variantlar üzrə düzək. Bax, 125, 75, 50. Bizə demişdik ki, birinci böyük rəqəmə birinci diaqram dilimi uyğun gəlməlidir. İkinci böyük faizə ikinci böyük rəqəmə uyğun gəlməlidir. Üçüncü hissəyə də üçüncü uyğun gəlməlidir. Bu uyğun gəldi, cavab ilə variant olacaq. Bir də diqqətli olun ki, digərlərindən nə tər baxacaqsınız? Məsələn, C-yə bax. Sən də 125 düzübsən də. 125, 75, 50.
Bu niyə uyğun gəlməyəcək? Çünki birinci yerə birinci dilim gəlməlidir. Buradan başlayıb fırlanmağa. Sən 125 10% ola bilməz axı məntiqən cəhətdən uyğun deyil də bu. Sən onda bura 75 yazmalısan, bura 50 yazmalısan. Necə ola bilər ki 50 rəqəmi 60% olsun, 125 10% olsun? Səhvdir. Eyni şey burada da yoxlasan, 125 75 50 ardıcıllığından. Birinci yerə birinci rəqəm uyğun gəlməlidir. Yenə 125 25% ola bilməz axı 50-nin yanında. Bu da səhvdir. Yəni bu məntiqi budur. Hər dəfə qiymətləri ardıcıl şəkildə yazmalısınız. A variant gördünüz, ən böyük rəqəm 125, ən böyük faiz də ona düşdü elə 50. Sonra 75 ilə 50. Həqiqətən də 75 ilə də 50-ni toplayanda 125 eləyir. Bu qalan ümumi dilimdə bu 125-ə bərabərdir. Bəli, cavab A variantı olmuş olacaq. Keçirik sonra. Növbəti suala verilənlər bazası sualıdır. Ədəbiyyatı coğrafiyasından kiçik və bərabər olan. Ədəbiyyatı kiçik olmalıdır və bərabər olmalıdır coğrafiyadan. Kiçikdir. İşarələr qoyaq. Hələ ki, hansı şərt uyğun olsa onu götürəcəyik. Sonra da bizdən tələb elədiyi riyaziyyəti informatikasından böyük olsun. Riyaziyyəti böyük. İşarələri qoyaq. Hələ ki, böyük səhv indi seçəcəyik. Ədəbiyyatı coğrafiyasından kiçikdirmi? Səhvdir. Ədəbiyyatı coğrafiyasından kiçikdirmi? Bəli, 1-2-dir. Bura bir qeyd edeyim, elə üstə 2. Ədəbiyyatı coğrafiyasından kiçikdirmi? Xeyr. Əksi, əstəğfurullah, 77-dən 7-dən böyükdür də, rəqəmlər səhv oldu. 3. 74 66-dan xeyr. 36 28-dən xeyr. Amma 21 95-dən kiçikdir. Bir də 6. 2 3 6. Bunu tapdıq. Riyaziyyəti informatikasından böyük. Riyaziyyat informatikadan böyükdürmü? Xeyr. Riyaziyyat informatikadan böyükdürmü? Bəli. Yazacaq bir tərəfə 2. Riyaziyyat informatikadan böyükdürmü? Xeyr. Riyaziyyat informatikadan böyükdürmü? 82 olaraq görürəm mən bunu. Onda səhvdir. 77 49-dan bəli. 7. 86 64-dən bəli. Deməli burada da 6 tapdıq. 2, 5, 6. İndi bizdən AND funksiyası verib ortada. AND də kəsişməkdir. Kəsişənlər 2-dir, bir də 6-dır. Deməli, burada cavab nə tapdıq? 2, 6. İndi biz buradan 6 bunu tapandan sonra təzədən bu 2, 6 qiymətini burada mötərizənin içində olandan birləşdirəcəyik. Diqqət eləsək, ədəbiyyatı kiçikdir riyaziyyatdan və ümumi mötərizə qarşısında not verib. Ədəbiyyatla riyaziyyatı müqayisə eləyəcək. Yəni riyaziyyat böyük olmalıdır. Riyaziyyat 49, ədəbiyyat 85, 1 olmaz. Riyaziyyat 48, ədəbiyyat 46, bəli, 2 olar. Sonra riyaziyyatı 71, ədəbiyyatı 57, bəli, 3 də olar. Axı riyaziyyat ədəbiyyatdan böyük olmalıdır. Hələ ki nota sonda fikir verəcəyik. 59-u 74-dən bu olmaz, çünki 74 böyükdür. 77-si 36-dan, bəli, 77 daha böyükdür. 5-i yazdıq. 86 da 21-dən böyükdür, 6-nı da yazdıq. İndi bunu tapandan sonra bunun hamısına nə deyirik? Not deyirik. Yəni tərsinə çeviririk. Tərsinə çevirəndə 1, burada 4 olacaq da. 1, 4 qaldı. Vəsə, buradan tapdıq 1, 4-ü. Və bayaq da 2, 6 vardı. Bunları indi birləşdirsək, 1, 2, 4 və 6-nı tapacağıq. Cavab olacaq 1, 2, 4, 6. Yenə verilənlər bazasına aid bir sualdır. Miqdar sayısı üzrə artma. Miqdar sayısı burada. Miqdar sayısı üzrə artma ilə, yəni kiçikdən böyüyə doğru düşsək, 9, sonra baxıram ki, yəni sətr nömrəsi 9, qiymət olaraq 5, sonra qiymət olaraq 9, sətr nömrəsi 4, sonra 10 gözümə dəyir, 5, sonra 16, 6, sonra baxıram ki, 20-dir, yəni 1, sonra 27-dir, 2, sonra 27-dən böyük, burada 34 var, 3, 8, bir də 7. Bizdən klaviatura malı haqqında neçənci mövqedə duracaq? Klaviaturanın kodu neçədir? Baxıram, 2-dir. 2 neçənci mövqedədir? 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı. Deyəcək 6-cı yerdə durur. Cavab olacaq E variantı. Gəldik print məsələsinə. Yenə Word-dən bir sualdır. Lazım olanları və doğru fikirləri seç. Əvvəlcə baxıram custom printdir. Ondan 1-i çıxsam, 9 üstə 1-ni gəlsəm 10 dənə vərəq burada. 20-dən 11-i çıxsam 9, üstə 1-ni gəlsəm 10 dənə də burada. Deməli, mənə nə qədər A4 lazımdır? 20 A4 lazımdır. Kopya sayı da nədir? 3. Bax, burada ikinci şərtə bax. Printer hazır vəziyyətə gətirilərsə, printer əmrindən sonra 20 səhifə 3 nüsxədə çapa göndərəcək. Bəli, 3 doğrudur. Sənin cavabın mütləq 3 olmalıdırsa, əgər, onda yeni çıx, D-ni çıx, B-ni çıx. Qal ki, variant arasında. Printer read vəziyyətinə gətirilməlidir. Printer read çapa hazır. Bəli, biri də doğru olacaq. Biri götürdük. Biraz sadəcə tərcüməyə diqqət fikir vermədim. Sonra çap üçün 9 vərəq lazımdır. Xeyr, 9 vərəq yox. Biz burada incə tapdıq. 20 vərəq lazımdır. Ona görə bunu da çıxdıq. A variant çıxdıq. Cavab elə C olaraq qaldı. Çap üçün 9 səhifə lazımdır. Bir dənə fikir, bir dənə nə isə deyək baxım.
Bir dənə üzr istəyirəm, aşağıya baxmamışam. Bunu təzədən qoy misal bu hissəsini əldə edək. Deməli biz 20 səhifə tapdıq. Burada per-page sheet də var. 20-yi 8-ə bölsək, 20-yi 8-ə bölsək 2,10-da neçəsə düşəcək? Biz bunu 3 götürəcəyik. 3 vurulsun 3 bərabər 9. Deməli 9 dənə bizə nə lazım olacaq? Fərq lazım olacaq. Biri 2-dir 100%, biri 1-dir. 1 2-dirsə cavab avtomatik olaraq A çıxır. Cavab üçün 9 səhifə yox, 9 vərəq lazımdır. Bunu da çıxdıq. 1 2 3 5-dir cavab. Deməli cavab olacaq A variantı. Gəldik bu möhtəşəm suala, məşhur suala. Deməli bu sual necədir? Baxın, diqqətlə fikir versək, deyir ki, burada kvadratlar cəmi hesablanır. Məsələn, 15-in kvadratını hesablamaq üçün bunun onluq rəqəmi, yəni 1, A sütunundan götürülür. Təhlil rəqəmi isə, deməli, B1 və K1 aralığından götürülür. İndi bax, bir dənə diqqətlə fikir verin. Eyni şəkildə 25. Deməli, hər dəfə onluq rəqəmlər hardan götürülür? Bu ardıcıllıqla bax. 25-in kvadratına baxaq. 25-i hesablamaq üçün A sütunundan 2-ni götürəcəm. B1-dən K1 aralığından da 5-i götürəcəm. Bax, 5 də buradadır. Bu ikisinin kəsişməsi haradır? Bax, bu ikisinin kəsişməsi buradadır. Görürsən, həqiqətən də 25-in kvadratı. Məsəl üçün, özümdən bir rəqəm atıram 37. Onu biz indi hardan götürəcəyik? A sütunundan 3. 7-ni hardan götürəcəyik? Buradan. Bu ikisinin kəsişməsi haradır? Buradır. 1369 həqiqətən də 37-nin kəsişməsidir. Bir sözlə, biz hardan götürdük hər dəfə onluq rəqəmi? A sütunundan. Yəni, A sütunundan kənarda heç bir onluq rəqəm götürülməz. Yəni, biz həmişə stabil olaraq nəyi saxladıq? Mütləq olaraq A sütununu. Yəni, deyəcək ki, A sütunu mütləq olaraq qalacaq. Onda A-nı tulla geçsin. Onda D-ni tulla geçsin. A sütunu mütləq deyil. Onda Y-ni tulla, A sütunu mütləq deyil. Qal 2 dənə variant arasında. Bax, indi B-ni də atacağıq. Niyə? Bax, bizim sətrimiz dəyişdi axı. Bizim ancaq və ancaq A sütunu olduğu kimi qalır. Sətr dəyişir. Niyə dəyişir? Bax, məsələn, A sütunundan 5-i götürdün bir dəfə, 57-yi hesabladın, sonra 65-i hesabladın. Görürsən, hər dəfə fərqli sətr nömrəsindəki rəqəmlərdən istifadə edirsən. Amma sənin stabil qaldığın, durduğun yer sütun olaraq adır, rəqəm olaraq sətrlər dəyişir. Yəni, onda sən sətrə mütləq deyənməzsən, sətrdə müxtəlif rəqəmlər götürülür. Ona görə B-ni tulluyursan, cavab qalır C variantı. A sütunu deyəcək ki, mütləq olsun, qalanları, yəni sətrlər dəyişsin. Yəni, A2-dən tutalım ki, A10-a qədər istənilən rəqəm götürülə bilər. Cavab orada olacaq C variantı. 18. İnformasiya 60% sıxlaşdırılır, sonra şəbəkə ilə ötürülür. 600 kilobaytlıq informasiya sıxıldıqdan sonra 16 kilobaytlıq fayl ilə birlikdə 1 megabayt saniyə sürətlə neçə saniyə ötürülür? Deməli, 60% sıxmışıq, şəbəkə ilə ötürmüşük. 600 kilobayt informasiyanı sıxıldıqdan sonra 16 kilobaytlıq fayl ilə birlikdə ötürülür. Deməli, 600 kilobayt əvvəlcə 60% sıxaq və 16 kilobaytla bir yerdə ötürək. 600 vurulsun, deməli, 60%-nə 60-a bölünsün 100-ə. Bunlar ixtisar geçsə, 6-yı da 60-a vuranda eləyəcək 360. Bunu biz sıxdığımız həcm budur. Deməli, biz onda 600-dən çıxarıq 360-ımızı. Burada qalacaq, deməli, 240. Deməli, biz 240 kilobaytı 16 kilobaytla birlikdə ötürürük. Yəni, bir yerdə üstə gəlsin 16. 256 kilobaytı ötürürəm. 1 megabit saniyə. Deməli, mən 1 megabitdən kilobaytla hesablayıram axı. Mən görürüm ki, 1 megabit 1 saniyə neçə kilobitdir, kilobaytdır, onu hesablamalıyım. Yəni, 1 megabiti gətirməliyəm mən kilobayta ki, bu tənasübdən bunu tapım, görüm neçə saniyə lazımdır. Bunu da demişdik ki, hissələr kilodan, birinci hissədən megadan kiloya, bitdən də bayta. Deməli, mən burada 1-i, 1 rəqəmini əvvəlcə vuracam megadan kiloya keçəndə 2 üstündə 10-a. Yəni, buradan yazım 2 üstündə 10. Bitdən də keçəndə, bayta keçəndə 8-ə bölürəm də. Onda bunu da böləcəm 2 üstündə 3-ə. Burada qalacam 2 üstündə 7. Yəni, tapacam ki, 1 saniyəyə 128 kilobayt ötürülür. Bax, biz megabitdən kilobayta keçdik. Tapdıq 2 üstə 7. İndi 1 saniyə 256 kilobayt isə x qədər saniyə də deyərikmi 256? Oradan da 128x da bərabərdir 256-ya. X da bərabərdir 2-yə. Bəsəm, tapdıq ki, cavab 2 saniyəymiş. Verilənlər bazar sualına gəldik. Yaşı 25-dən yaş sütununda, yəni bax burada. Əvvəlcə mötərizəmizin içinə əldə eləyək, sonra nöqtəyək. Yaşı 25-dən balacalar. Yaşı 25-dən balaca 1-dir, tapdıq. Yaşı 25-dən balaca baxıram, başqa da gözümə dəymir. Dəymir, yoxdur. Sonra 33-dən böyük. Deməli, yaşı 33-dən böyüklər. Yaşı 33-dən böyük 2 var.
Yaşı 33-dən böyük. Baxıram ki, bir də 33-ə bərabər də dediyinə görə 6 və 7 var. Burada bunu yazdım. Bu ikisini nə deyir? Birləşdir. 1, 2, 6, 7. Aha. Mötərizənin içində hələ notdan qabaq 1, 2, 6, 7 tapmışam. İndi not desəm bunu tərsinə çevirəcəm də. Onda olacaq 3, 4 və 5. Vəssalam. 3, 4, 5 tapdım. Neçə yazı deyir? 1, 2, 3 dənə yazı. Bu sonra cavabı olacaq 3 dənə yazı. Yəni C variantı. Keçdik Excel bir misala. Deməli, tapaq. İndi x verilibdir. A1 xanasının qiymətini soruşur. Mən görürəm burada nəyi? D1 vurulsun 2. Yəni 5 vurulsun 2 10 eləyəcək. 10 bölünsün A1-ə. A1-in qiyməti x-dir. 10 bölünsün x. Sonra buranı hesablayıram. B1 plus C1. Yəni 2 plus 8 10. 10 bölünsün A1-ə. Yəni x-a. Böldük. Sonra buranı hesablayaq. C1 plus 2. Yəni 8 plus 2 10. Bölünsün A1-ə. A1-in qiyməti də x-a. Buranı hesablayaq. B1 vurulsun D1. B1-in qiyməti 2-dir. D1-in qiyməti də 5. Vurdum. Deməli, cavab tapdıq 10. 2-yi 5-ə vurduq 10. Və biz də bu tip misalları necə əldə edirik? Birinci aldığımız qiymətləri ardıcıl şəkildə düzürük. 10 bölünsün x, 10 bölünsün x, 10 bölünsün x və axırda da 10 almışıq. Düzdür? Birinci qiymət birinci diaqram diliminə, ikinci qiymət ikinci diaqram diliminə, üçüncü qiymət üçüncü diaqram diliminə, dördüncü qiymət də dördüncü diaqram diliminə uyğun gəlir. Biz buradan ikisini necə tapaq? Bana fikir versəniz, bura 40%dir. Burada 20%, 20%. Yəni bu ikisini elə birləşdirib bir-birinə bərabər götürsək, bir dənə bu 40%-ə bərabər olar? Olar. Yəni onda belə deyək. Bu iki dənə 20%-in qiymətini cəmləyək ki, bir dənə 40% alaq da. 10 bölünsün x, üstə gəlsin 10 bölünsün x bərabərdir bir dənə 40%-ə. Bir dənə 40%-imiz elə bizim nəyə bərabərdir? 10-a. Bunlar bir-birinə bərabər elədik. Onda bunlar ortaya məxrəc gətirsə, x bərabərdir 20-yə, bərabərdir 10-a. Burada məxrəcdən azad edəsək, yəni x 10-a vursaq, 10x bərabərdir 20-yə, x də bərabər 2. Və salam şu tamam. Tapdıq ki, həqiqətən bunun qiyməti 2 imiş. Cavab olacaq 2. Sonra yenə həmin tipdən bir sualdır. Həll eləyək. A1-imizin qiyməti var, B1-imizin qiyməti var, C1-imizin yoxdur, onu tapacağıq. B1 ilə A1-i toplasaq, 4 ilə 1-i toplasaq, 5 eləyəcək, 6-ya da vursaq 30. Birinci yerə yazdıq 30, yəni birinci qiymətimiz oldu 30. Sonra B1 plus A1, B1-in qiyməti 4, A1-in üstə qiyməti 5. 5 üstə gəlinsin. C1 vurulsun 5-ə. C1-in qiyməti x-dir. 5-ə də vuranda x. Tapdıq ki, 5 plus 5x-dir ikinci qiymətimizdə. Onu da tapdıq. Üçüncü qiymət B1 plus A1. B1-in qiyməti 4, A1-in qiyməti 1. Toplayanda 5, 3-ə də vuranda 15. Üçüncü qiymətimizi də tapdıq. Birinci qiymət birinci diaqram diliminə, ikinci qiymət ikinci diaqram diliminə, üçüncü qiymət də üçüncü diaqram diliminə uyğun gələcək. İndi mən fikir verirəm ki, bax, bunlar 25, 25 bərabərdir. Bu ikisi bir-birinə bərabərdirsə, nədən bunlar bir-birinə bərabər eləməyim? Bərabərdir. Yəni faizləri eyni, dilimləri eyni. Qiymətlər də onda eynidir, bir-birinə bərabərdir. Oradan da 5x də bərabərdir 10-a, x də bərabər 2. Vəssalam, bu sonunda cavab oldu 2. Keçirik növbəti suala. Verilən cədvəldə D6 və D8 xanalarının qiymətlərini tap. Minimum A6, A10 arasından. A6, A10 bu diapazondur. Bax. Bu diapazondan minimum ədədi tapdım. Minimum 3-dür. Yazdıq bura 3. Sonra count B7, D7. Bax, B7-dən D7-yə istəyir məndən. B7, D7. Hə, tapım. Bax, B7-dən D7-yə qədər olan diapazonu seçdim. Aha, indi count rəqəmlər sayırdı. 1, 2 dənə. Bura boşdur. Buna saymayacağım. Vəssalam. Deməli, buranın da cavabı nə oldu? 2. İndi məndən nə istəyir? D6 və D8 xanaların qiymətlərini ardıcıl yaz. Yəni, boşluq vermədən yaz. 3, boşluq vermədən yazdım. 2. Deməli, bunun cavabı nə olacaq? 32. 22. Buydu. 23. Faylların yerləşdirilməsi üçün disk 4 KB klasterlərə bölünmüşdür. 6 KB-lıq mətin, 3 KB-lıq qrafika, 15 KB-lıq video fayl, neçə KB yer tutar? Aha, əməliyyat sistemlərində biz bu mövzunu keçmişdik. Vacib bir hissədir. İmtahana düşmə ehtimalı yüksəkdir. Ona görə bunu bura salmışam. 6 KB-lıq mətin faylı, diskdə 4 KB isə 6 KB yerləşdirsək 4 KB-lıq belə banka ilə zəhləmişdim mən. 4-ünü buna versək, ikisi qalır qıraqda, 4-ünü də buna verdik. Aha, deməli hələ ümumilikdə 8 KB-ımız var. 3 KB-lıq qrafik faylı. 3 KB yerləşdirmək üçün bizə nə 4 KB ehtiyac var da? Bunun içində dolacaq. Sonra 15 KB yerləşdirmək üçün. 15 yerləşdirmək üçün nə da bilirsiniz ki, 3 dənəsi sizə lazımdır. 4, 4, 4. 12 elədik. Qalır orada 3 qıraqda. O 3-ə də bir dənə 4 açarsınız. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Nə qədər siz 4 KB klaster istifadə ediniz? 7. 7 və 4-ünüz 28
kilobayt. 7 klasterdə var. Amma sizdən bax bir dənə diqqətli olun. Həcmi soruşur. Həcm desə 28-dir. Klasterin sayı olsaydı onda 7 deyərdiniz. Faylların yerləşdirməsi üçün disk 10 kilobaytlıq klasterə bölünüb. Sadə mətn redaktorunda hazırlanmış 3 kilobaytlıq fayl diskdə nə qədər yer tutar? Bax, bizim bankamızın həcmi nə qədərdir? 10 kiloqram söz gəlimi. Deyir 10 kiloqramlıq bankaya 3 kiloqramlıq nəsə bir şey töküldü. Ümumi həcm nə qədər olacaq? Ümumi həcm olacaq 10 kiloqramda. Niyə? Çünki bu diskdə tutalım ki, sən onu ayırmısan. Bu 3 bunu doldurdu, yarımçıq saxladı və ya da doldurmadı. Sən 10 kilobaytını vermisən və ona deyəcəksən ki, bu həcm diskdə nə qədər yer tutacaq? 10 kilobayt. Yəni daha doğrusu cavab B variantıdır. 25. 2025-də də imtahana düşmüşdü bu sual tipi. Diqqətlə baxın. 5 sətir 5 sütun deyir. 5 dənə sütunu çəkək. Bu 1 dənə sütun. Bu 2 dənə sütun. Bu 3 dənə sütun. 4-cü sütun. 1, 2, 3, 4. Bu da 5-ci sütun. Aha. Birinci sətrin bütün xanaları seçilib. Hələ 5 dənə sətri də çəkək. Bu birinci sətir. İkinci sətir. Üçüncü sətir. Dördüncü sətir. Və 5-ci sətr. Və deyir ki, birinci sətrin bütün xanaları seçilib və merge case vurulub. Merge case bilirsiniz ki, hara tətbiq olunsa, həmin xanalar, bax, merge case bu deməkdir. Bax, tutan buranı seçdik, birinci sətr deyir də. Hamısını bir yan buranı birləşdirir. Aradakı bu xətləri silir. Yəni, burada olur ümumilikdə bircə dənə xana. Merge case bu deməkdir. Sonra merge case, məsələn, hara tətbiq olunursa, fərqi yoxdur. 5-ci sətrlə 6-ya arda-arda tətbiq eləsə, 5-in 6-ını birləşdirib 1 eləyəcək. Məsələn, 1 ilə 2-yə tətbiq eləsə, 1 ilə 2-ni birləşdirib 1 eləyəcək. Yəni, aradakı bütün xətlər silir merge case. Sonra, 3-cü sətr seçilmiş, 1-ci, 2-ci, 3-cü buradan söhbət gedir. Və aşağıdakı əmr icra olunub. Bu da split case-dir. Bax, bu pəncərə hansı sətrə tətbiq olunubdursa, buradakı rəqəmləri bir-birinə vurarsınız, həmin sətrin qarşısından yazarsınız. 8 vurulsun 1, 8. Deməli, burada 8 dənə xana olacaq. 4 dənə də burada, daha doğrusu 1 dənə də burada var. Biz merge case-lə bölmüşük axı buranı, birləşdirmişik. Gecə saat 2-yə işləyib, bəzi sözlərdə çaşmağımı normal qəbul edərsiniz. Deməli, burada merge case birləşdirib 1-dir, burada 8-dir. Qalanlarında 4 burada, 4 burada, 4 burada. 12, 12-nin üstədə 8, 20, üstədə 1-ni gəndə 21. Cavabı alanmadıq. Bir dənə, yox, buradan səhv. Çünki bura 5, 5-dir, 4, 4 deyil. Yenə bayaqki səbəblə əlaqələndirirəm. 5, 5, 5, 15. 15 üstə gəlinsin. 9, 24. Cavab D variantıdır. Gecəniz xeyrə qalsın. Uğurlar arzu edirəm.